Salam uşaqlar, biz bugün dərsliyimizin 137 və 138-ci səhifələrini yerinə yetirəcəyik. Gəlin birinci sualımızla tanış olaq. Verib bizə 6-8 olub 41, 17-25 olub 24, 8-24 olub sual. İndi bunun həlli necədir? Əvvəlcə verilmiş ədədləri toplayırıq. 6 üstünə 8 eləyir 14 və təkliklə onluğun yerini dəyişirik. 14-ü tərsnədən oxuyanda 41. 17 ilə 25-i toplayırıq. Eləyir 42. Tərsnədən oxuyanda 24. 8 ilə 24-ü toplayırıq. Eləyir 32. Tərsnədən oxuyanda eləyir neçə? 23. O da var B bəndində. İkinci sualımız. Verib bizə çıx 4 bucaq, üstə gəl 5 bucaq, çıx 3 bucaq, üstə gəl 5 bucaq, çıx 4 bucaq. Deməli, 42-dən 4 çıxırıq 38. 38-in üstünə 5 gəlirik 43. 43-dən 3 çıxırıq 40. 40-ın üstünə 5 gəlirik 45. 45-dən 4 çıxırıq 41. Deməli, bu planetimiz oldu neçə? 41. İndi nə alınır? 41 çıx 29. 1-dən 9 çıxmaq 10-dur. 4-dən pay götürdük. 11-dən 9 2. Burada 3 qalır. 3-dən də 2 1. Cavab elədi 12. O da var C bəndində. Üçüncü sualımız. 18 bir dəfə 7 olub, bir dəfə 3. 23 bir dəfə 2 olub, bir dəfə 4. Niyə belə deyirik? Çünki oxlara fikir veririk uşaqlar. Əvvəlcə böyüdük, sonra cavabını taparıq. Məntiqimiz budur. Baxın, həm sola ox var, həm sağa. Deməli, burada 2 dənə məntiq var. Məntiqimiz də nədir? Təkliyimiz sol tərəfə gedir, onluğumuz sağ tərəfə gedir. Təkliyimiz sol tərəfə gedəndə 1 azalır, onluğumuz sağ tərəfə gedəndə 2 çoxalır. 8 çıx 1, 7, 1-in üstünə 2, 3. 3 çıx 1, 2, 2-in üstünə 2, 4. 7 çıx 1, 6, 4-ün üstünə 2, 6. İndi 5 çıx 1, 4, 5 üstə gəl 2, 7. Cavab edir 4 ilə 7. Bizdən də 4 ilə 7-nin cəmini istəyir. O da eləyir 11. A bəndində. Dördüncü sualımız. Deməli, dördüncü sualda verib bizə ördək 8, ördək sincab bərabərdə 52. 8-in üstünə neçə gəlsək 2 eləyir. Deməli, bu 2 deyil uşaqlar. Çünki 8-in üstünə adi rəqəm gəlsək, onluq yaranmayan hal 9 olar. Deməli, burada 9 deyil, 2-dirsə, ədəd azalıbsa. Deməli, bu 2 deyil. Neçədir? 12. 8-in üstünə neçə gəlsək 12 eləyir. 4. Deməli, bunlar oldu 4. 8-in üstünə 4, 12. 2 yazdıq, 1 yadda. 1 yadda ilə 5 olub. 1 yadda olmasaydı neçə olurdu? 4. 2 dənə ördək 4-dürsə, onda ördəyə düşür 2. Bunları da yazdıq bura. İndi nə alınır? 42 yuxarıda alındı. Çıx. 4 çıx 2. 2. 4 üstə gəl 2. 6. 42 çıx 26. 2-dən 6 çıxmaq olmur. 4-dən pay götürürük. 3. 2 olur 12. 12-dən 6 çıxırıq. 6. 3-dən də 2 çıxırıq. 1. Cavab D bəndində 16. Beşinci sualımız. 21 olub 24, 24 olub 27, 27 olub 30, 30 olub 33. Saat əqrəbi istiqamətində bu qaydada gedirik. 21 üstünə 3, 24. 24-ün üstünə 3, 27. 27-nin üstünə 3, 30. 30-un üstünə 3, 33. 33 üstə gəl 3, 36. 36 üstə gəl 3, 39. 39 üstə gəl 3. Eləyir neçə? 42. Deməli, sualın yerində yazılmalıdır. D bəndi 42. 6-cı sualımız. Tərəflərin sayı ilə gedirik. Deməli, 4, 3, 3. 3 üstünə 3, 6, o da 4, 10. Tərəflərin cəmi 10. 5, o da 5, tərəflərin cəmi 10. Deməli 10 10-a
bərabərdir. 6 o da 6. 12. 1, 2, 3, 4. 4 tane 3 o da eləyir 12. 12 12'ye bərabərdir. 4, 4, 8, o da 3, 11. Deməli, bu tərəfdə də olmalıdır 11. İndi aşağıdakı cavablarda 11'i tapmalıyıq. 5, 8, 8, 13 eləyir. 2 dənə 4, 8 eləyir. 5 dənə 6, 11 eləyir. 3'ün üstünə 3, 6, o da 4, 10 eləyir. Bizə 11 cevabı lazım idi. O da var B bəndində. Devam edirik. 7-ci sualımız. Deməli, bərabərliyin sol tərəfi bərabərdir bərabərliyin sağ tərəfinə. Verilmiş elementdən bu elementi çıxırıq. Çıxdıq. Nə qaldı? Belə bir şey. Bax, bir dənə düz, bir dənə əyri. Yəni, bu kör bucağa oxşayır da demək olar ki. İndi azalan çıxılan fərq. Burada çıxılan yoxdur. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxmalıyıq. Yəni, əlimizdə olan fərqi çıxmalıyıq. Yerdə nə qalır şuralar? Düz xət, əyri xət, bir dənə belə əyri xət, bir dənə də düz xət. İndi bu cavab harda var? Bax, bu cavab harda var? A bəndində var. 8-ci sual. Sütunlarla gedirik. Birinci sütunda təkrarlanan, bax bu şirniyyatda. 1, 3, 1, 2. Təkrarlanan 1'dir. Deməli, bu şirniyyatlar oldu 1. Harada bu şirniyyatdan var? Yazırıq 1. İkinci sütunda təkrarlanan göy rəngdə olan şirniyyatdır və 2 dənə də 4 var. Deməli, göy rəngdə olan şirniyyatlar oldu 4. Burada nə alınır? 14. 14'ü birləşdirdik. 1 ilə başlayan bir də 12 var. Deməli, buna düşür 2. Buna düşür 2. 21 cevabı burada var. Burada qalır nə? 34. Onda bu tortada düşür 3. İndi 2'nin üstünə 2. Aşağıdakı misala baxaq. 2'nin üstünə 2. 4. 4 çıx 1 eləyir 3. 3 cevabı da C variantında artıq alınır. 9-cu sualımız. Cədvəli bölürük. Həmişəki kimi. 2 dənə qırmızı 4 eləyir. Deməli, qırmızılar 2'dir. Sonra 5'in yuxarısı narıncı, qırağı qırmızı. Yəni 2'dir. 2'nin üstünə neçə gələndə 5 eləyir? 3. Deməli, narıncılar oldu 3. 8'in yuxarısı göy, qırağı 3'dür. 3'ün üstünə neçə gələndə 8 eləyir? 5. Deməli, göylər oldu 5. İndi bizdən konfetin tapılmağını istəyir. Konfetin yuxarısı 5, qırağı 5. Məntiqimizdə toplama. 5 üstə gəl 5 bərabərdir 10. 10-cu sualımız. Deməli, verib bizi 4 bucaq, 3 bucaq, 4 bucaq. 4, 4, 8, o da 3, 11. Bucaqlarda 11 var. İçində də 5 var. 11 ilə 5'i neynəsək 6 eləyər. Çıxsaq. Deməli, məntiqimiz burada nədir? Çıxma. İndi burada yoxlayaq. 2, o da 5, 7. Deməli, bağışlayın. 3, o da 5, 8. 3 bucaq, o da 5. 8 figurları topladıq. İçində də var 2. 8'dən 2'nin çıxanda qalır 6. 4, 3, 3. 3, 3, 6. O da 4 eləyir 10. Ondan da çıxırıq 3'ü. O da eləyir 7. Demənd. 11-ci sual. Yuxarıda verilmiş lövhələrdə ağ sahələr şəffafdır. Əgər bu lövhələr döndərilmədən üst-üstə qoyularsa, aşağıdakı görünüşlərdən hansı əmələ gələr? İndi biz bunları üst-üstə qoymalıyıq. Deməli, burada görürsünüz 4-cü qaradır. Deməli, burada 4-cünü rənglədik. Oldu qara. Burada 3-cü. Bunları üst-üstə qoyanda ağ rənglər, qara rənglər ağ rəngləri örtür. Sonra 1-ci ilə 4-cü qaradır. 1-ci ilə 4-cü qaradır. 1-ci ilə 5-ci qaradır. 1-ci ilə 5-ci qaradır.
Burada da üçüncü qanad. İndi baxın, bizdə alınan fiqur budur və biz bu fiquru aşağıda tapmalıyıq. Hardasa yazı cəhətdən baxın, 1, 8, 18 oxşayır. İndi baxın görün orada 18 oxşayan hansıdır? C bəndi. Baxın, 1, 8, 18 oxşayır, çap yazısıyla. 12-ci və sonuncu sual. Deyir, bunu 2 dəfə döndər. 90 dərəcə altında. 2 dəfə döndərsən, bayquşun başı buradadır, düzdür. Mən bunu bir dəfə döndərsəm, bayquşun başı bu tərəfə düşür. Bir dəfə də döndərsəm, bayquşun başı aşağı tərəfə düşür. Bayquşun başı aşağı tərəfə düşür. İndi, bayquşun başı aşağı olan 2 dənə şəklimiz var. İndi əlindəki qələmə fikir veririk. Əgər qələm bu tərəfdədirsə, onda qələm bu tərəfdə olur. Burada düşəndə qələm bu tərəfdə olur. O da yerini dəyişir. Düzgün cavab C variantı. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, bütün tapşırıqları başa düşdük.